Dabağını kəsdik onu, dabağını kəsdik. Teysin danışma. Başını qaldır. Hərbi birləşmədən bildiriblər ki, tutulan erməni diversantın üzərindəki mobil telefondan onun hərbi formada şəkilləri və komandirlərin telefon nömrələri olub. Dindirilən diversant Azərbaycan xalqından və prezidentindən üzr istəyib və öz ölkəsinə geri qayıtmasını xahiş edib. Və xahiş edirəm ki, məni bağışladıqlarına görə çox xahiş edirəm ki, məni evimizə qaytarsınlar. Və yaxşı, bəs denən bu kəndlərin uşaqlarına, qadınlarına güllə atırsınız, gəlib partladırsınız. Biraz bura, biraz bura. Biraz bura. Deyil, nema xıntırılmasın, evdə xaşraya. Qaldırmaq şart, xıntırımım. Çox xahiş edirəm. Şart. Kimdən? İncib, Hayastan, Tarık, Mertun. Kimə o xıntırılmasın, Xaqayı, o və nə Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, bugün saat 13:30 radələrində Tovuz rayonunun ərazisindəki ermənilərin kəşfiyyat diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Xalaq жовтый крак называется, а? Сюда вот твой. Что ты спокойно идешь к себе. Ты еще отвечать будешь за это. За то, что вы сделали. Сейчас из-за тебя там в селе уже 5 часов война идет. Перестрелка идет. Из-за тебя и за твоих этих друзей. Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb. Это те, которые на постах стоят у вас. Еще на постах водили. Куда стреляют? Кане пост Кадир. Почему по народу стреляют? Это не джамата, кадр ушалар. Когда не отрысут? Перехоз. Это твой телефон? Это твоя фотография? Здесь, а? Как фотография открыть здесь? Вот твоя фотография? Камера, пожалуйста. Вот армянские номера, твои фотографии с телефона. Да. Твои? Прошу камеру, пожалуйста. Твои? Да. Вот видишь, это вот Октябрян, маршал Баграмян, учебный центр, да? Ты здесь жил? Да. 4 месяца был там? Да. Вот эта техника ваша, которую учили вас. Да. Это ваш командир? İnjiner Sarkova. Нет, это не командир. А кто это? Это не командир. Kimdir be? Kim? Obe. Ова, hayır. Cilim haya. Это инкнела сапıyor. Sapıyor ha. Bu da istekamçıdır. Вот видишь фотографии, вот, ваши, твои фотографии, да? На посту стоишь ты, вот, видишь пост? Это на Пост. Темберьян. Не, пост здесь, видишь? Postu qaydını istiyor. Нет, ну вот на Темберьяну это... Палатка, где вы жили? Правильно? Bir de Abrel. Вот это занимались физподготовкой. Вот ты здесь занимаешься физподготовкой, правильно? Да. Да. Вот этот, смотри, блиндаж ваш, где вы жили? Вот, нету там, вот. Ну там ты учился, на кого учился? Kime okuyor? Bu Marşal Bağramın dağına təlim mərkəzində mühəndis isteşamçı ixtisası üzrə kurs keçibdir. Ты на сапера учился там? 3 aylık. Ну да, это... Сколько месяцев был? Там, Да, Октябрьян, да. ну... А там у тебя в телефоне фотографии есть? В телефоне? Ne qaldı? Да. Там маршал Да, Баграмян, это, да, там, Октябрьян это там. да, как подготавливались там сапер, там занимались физической подготовкой, взрывали. Да.
İtkilər verərək geri çəkilən təxribat diversiya qrupunun 4 üzvü məhv edilib. Daha bir üzvü Berd rayonu Çinari kənd sakini 1989-cu il təvəllüdlü Karayin Petrosiyasiya əskərlərimiz tərəfindən tutulub. Hazırda dəstənin planı və fəaliyyətin araşdırılması ilə əlaqədar iş aparılır. Erməni diversiya qrupunun cəhdinin qarşısını alarkən Azərbaycan ordusu itki verməyib. Oktay Beryani. Kanamız. Где это было? Я Как называется? Октября. Октября. Как называется учебный центр? Учебный центр Marşal Balabi. Магран. Ты что, не помнишь уже? Да? А что ты хочешь? Почему на азербайджанских землях хочешь? Что вы хотите от Азербайджана, скажи мне? Я Да. Вы все. все уехали, я один. Сколько человек вас было? 4 А где остальные? уехал. Как уехал? Убежали? Да, уехал на дома, да, это дома уехал. Azərbaycan hərbi qulluqçuları bizi gördü və Karen Petrosyanı tutublar. Digərləri isə öz silah və texniki vasitələrini qoyaraq qaçıbdır. Kəşf etmə. Gördü de mahvoldu. Nazif, çok ben keçirəm.